Bu ayın 2 rəkət namazıdır. 2 rəkət namaz. Cümə axşamında qılınır. Hər cümə axşamında 2 rəkət namazdır. O namazın da həmdən sonra hər rəkətdə bir dəfə Fatihə surəsi, 100 dəfə də İxlas surəsi. Kim deyir bunu icra eləyərsə, hər Şaban ayının hər cümə axşamı bu 2 rəkət namaz qılarsa, ki, hər rəkətdə Fatihədən sonra 100 dəfə İxlas, namazı qutarandan sonra 100 dəfə salavat zikr eləyərsə, deyir, bu namaz qılan şəxsə Allah Taala bütün hacətlərini verər. İstər dini hacətlər olsun, istər dünyəvi hacətlər. Digər biri deyir, insan çalışmalıdır, bacardığı qədər bu ayda sədəqə versin. Sədəqənin böyük bir dəyəri var bu ayda. Çox əzəmətli dəyərə malikdir bu ayın sədəqəsi, xüsusi yeri var. Deyir, hətta yarım xurmi ilə, bir xurmi ilə də olsa sədəqə ver.